Salam əleykum. Xoş gördük. Hər birinizin salamlayırıq izləyicilər. Avtoboxun ilk verişinə xoş gəldiniz. Nəhayət ki, uzun zaman sonra proyekt gəldi, proyekt etdik və o gün bu gündür. Qonağımız Kamukadır. Bu veriliş nə haqda olacaq? Verilişin əsas məqsədi odur ki, yəni ölkəmizdə tuning olmuş avtomobillərin ümumiyyətcə üzərindən əziyyət çəkilib, nə qədər büdcə sərf olunub və hansı ustalarda əsas avtomobil yaralı yeri, hansı ustalarda təmin olunub. Çox suallarımız var həqiqətən, uzatmaq istəmirəm və bu gözəl bir məkanı təşkil edici Vini Qaraja biz təşkillərimizi bildiririk. Qonağımız Kamukadır. Kamuk, xoş gəlmişsən. Xoş gününüz olsun, minnətdaram. Belə gözəl verişi dəvətimizə görə. Düzdür, bu uzun zamanla bəri gözlənilirdi bu verilişin. Tam, yəni, belə deyim də, avrol götürməsi, maşın dilində desək. O da inşallah qismət bu günə imiş. Mən elə bil ki, belə deyərdim də, bu iyun ayından da bu proyekt başlandı daha doğrusu. İlk çəkiliş videosuna baxa bilərsiniz, nə vaxt çəkilibdir. Sağ olsun, buradan Elvin Noyurumuz qardaşımı təşəkkürümü bildirirəm ki, buradan. Yəni, ilk çəkilişimiz, asılış videomuz ondan oldu. Qanlı ki, biraz müddət ara verildi. İnşallah ki, bu gündən, belə deyək, başlayır. Bəli, bir xeyli müddət keçib özündən, bəzi problemlər oldu deyənə, yəni, indi inşallah, O, mən kadr çəkəcəm üzünə, xüsusi çəkəcəm, maşın arxada çəkiş edəcəm. Kamuka, sən xatırladığım qədər birinci 34-ün alligator olub. Bəli. Ondan sonra Lifer olub. Ölkədə tək olan M5 mühərrikli, 4-6 mühərrik V8 motor. Ondan sonra da bu 34-ə keçsin. Bu 34 haqqında fikrini və hələ yığma prosesindədir bu. Çox işlər var üzərində gördüyüm qədərlə. Düz belə deyərdim də, mən ilk onu demək istəyəm, mən də Vazdan gəlmişəm, belə deyək, Jigulləri sürə-sürə gəlmişəm. İlk maşının nə olub? İlk maşınım olub, mənim 01 almışam özüm. O deyər 550 manatın 01 almışam, biraz sürmüşəm, onu satmışam. 04 almışam, 04-dən sonra 07 olub, 06 olubdu, sonra 07 olub. 4 dənə lazım olub, sürmüşəm. İlk həvəsdə belə oldu, amma belə deyim də, biz gələcəkdə mən BMW həvəsi ilə olurdu, yəni yüngüllü olsa, amma bizim ilk gəldiyimiz yer Jigullərdə oldu. Ben zamanlar mən başa düşər, bilsin mən qarşı, hamımız bilirik nə var, nə yox. Ondan sonra, amma ilk BMW almışam BMW-mi, o da köhnə kuzuya çox maraqım olub mənim. Təzələr heç o qədər maraqım olub, ən çox köhnə olubdu. O da 2020-ci ilin martında almışam, Alligator ləqəbli maşınımızı. O da 2.5 mühərriki idi. Ondan sonra 95-ci ilin sadə bir, belə deyək, zavod maşını idi. Onu bazardan almışdım, sonra onun üstünü yığdıq, düzəltdik elədik, qəşəng bir proyekt çıxdı orada və ölkədə tanındı. Yəni tanınana qədər, belə deyim, tanındığı qədər. Ondan sonra bir müddət sürdüm, 3 il yarım il onun maşını sürmüşdüm. Ondan sonra elə oldu ki, dostumdaydı həmin o 4-6 mexanika, 999-da söhbət edir, hamı yaxşı bir tanıyır o maşını. 55 PP 999. O maşın. Onun da dostumdaydı, elə oldu ki, qismət oldu, bir anlığa olan bir şey oldu, onu götürdüm. Onu götürəndən sonra alligator satmalı oldum, ona başladım proyekt kimi. Bu da hazır proyekt idi, o tanıyana ki, o ölkədə tək olan 34 idi. Yəni o elə kompüter yığılmağından. 30 min yaxına pul xərclənmişdi ona. Hər şey orijinal qoyulmuşdu. Motoruna kimi sağlam idi, salonuna kimi yığılmışdı. Hələ salon mən bir dəfə restaurasiya etdirdim. Bildiyim qədərlə Kaskofedə o çempion olmuşdu o həmin maşın. Bəli, Kaskofedə birinci yerə çıxmışdı orada. 1000 manat mükafatın sahibi olmuşdu. Dostum yəni orada qalib olmuşdu orada. Qalan da ki, bir müddət sürdüm, 2 il sürdüm, belə deyək də. Onu getməyə vaxt çatmışdım da yeni bir şey fikirləşirdim ki, yeni bir proyekt. Düzdür, 34-dən başqa maşını mən təsəvvür edə bilmirdim. Belə desək, o hazır bir proyekt idi, yəni sən o hazır satın aldın. Hazır satın almışdım, incəlilər var. İnsan istəyər ki, yəni belə bir maşın olsun ki, öz ürək istədiyi kimi yığsın o maşını. Yığmaq və hazır proyektin də öz ləzzəti var, belə yəni sürməyin. O da yəni düz söhbət. Bir müddətlikdir o. Bir 2 il bəs elədi də yəni mən çox. Çünki nəsə eləmək istəyirsən, eləyə bilmirsən. Maşın hazır maşın, ancaq sürməli. Sürmə də bir müddət olur, ondan sonra. Amma məsələn, belə maşınlarında nələrsə özün eləyəcəksən, öz zövqünlə, öz üslubunla yığmaq. Məsələn, mən birinci o alligatoru 34-ü özüm öz zövqümlə yığmışdım. Bir dənə o kaskası qalmışdı, onu da vurduramamışdım. Yəni ilk belə deyək də, hələ o təsnifat idi mənim üçün. Yəni bir öyrənmə yeri idi mənim üçün. O da ki, yəni belə deyim, sahtası oldum deyə, bu birisi maşın gəldi deyə sahtası oldum onu. Belə də yəni Lifer'da dəyərli qardaşımıza qismət olub, Mehdiyə qismət olub, sağlamla qismət inşallah onu yaşadar. Belə. Bu da ki, yəni bu maşındakı zavod maşındır. Bu maşın haqqında məlumat verir və neçənci ildir, neçə mühərrikdir? 93-cü ildir, ondan sonra Texnofeled rəngidir. İnşallah restaurasiya olacaq, yeni kaska vurulacaq, elə həmin rəngdə olacaq.
Yəni şey olacaq. Sonra zavod maşındır, yəni nə bilim belə deyək də bizim bu BMW set sürüyü, udar, vuruğu yoxdur, dəyişən detalı yoxdur. Ondan sonra motoru 3-2 strokerdir, park kollektordur. Ondan sonra rasprokası var üstündə, 4-4'ün zastonkası var, bozdu xameridir, qofrasıdır. Sonra nə bilim rastifadlar güclənir, porşenlər böyüdülüb. Yəni getməyinə söz ola bilməz. Yəni mənə qane eləyir bu belə deyərdim. 4-6 qədər, yəni o qədər mənə o yəni əvvəlki sürdüyün maşının bir hissini verir də sənə. O hissi vibe mənə verir, bəli. Ondan sonra altında Altus Corus 99-dan karabkasıdır. Ondan sonra Eisenman qazandı. Bilənlər bilir ki, 34-ün zavod, yəni üstündə Şinzə Paşa'nın üstündə gələn qazandı, 34 özünün qazandı. Yəni o da orijinal qazandı, o üstündədir bunun. Hələ ki yüngül toxunuşlar, onu deyərdim ki, salonunu vermişik Hüseyin qardaşımıza yığmağa, Viper Tuningə. Buradan onu salamlayıram. Verilişimlə biz bir sponsoru deyərdim ki, o da bir, yəni bir tərəfdən o da həm də bizim. Onda yığılacaq, inşallah ağ salon olacaq, gözəl bir proyekt gəlir inşallah ortalığa. Disklərini deyərdim ki, mən özüm öz zövqümlə almışam. Diskləri neçəlikdir? BBS-dir, ondan sonra custom belə deyək. Ondan sonra 10J arxadır, 9,5 qabaqdır, 18-dir. Həm yüngüldür, həm də maşının gözəl bir ab-hava verir maşına belə deyim. Yəni gözəl görünüş verir. Hələ ki disklərini başlamışıq, salon yığılır, qalacaq rəngi. Ondan sonra bu frən inşallah hələ yarım çıxdı. Burada indi 540-ın klıqları olacaq, rənglənəcək, restavrasiya olunacaq. Ondan sonra farlar da restavrasiya olunacaq. Belə yəni başqa detallar məsəl üçün salonda çox şey, hər şey işləyir, kondisioneridir, peçidir, nə bilim, hidravlikasıdır, maşın belə desək, görünüş cəhətdən, yəni görünüş cəhətdən işlər var. Var, bəli. Qabaqdan drive-show gəlir. İnşallah ki, drive-show bizim buradan İqbal və Həsən qardaşımı salamlayıram. Salam olsun. Drive-show'un yəni belə deyim, yaradıcıları inşallah. İnşallah ki, o da ki bizim gələn ayı o yox, iyul ayında olacaq, 6-sı. İnşallah o vaxta kimi maşınımız tam hazır proyekt şəklində ora çıxarmaq fikrindəyik, belə deyək. İnşallah. Belə deyərdim ki, başqa qrupların da üzvüyük biz. Hyperdrive-dır, məsələn o klubun da üzvüyük biz. Buradan da mən Şamil qardaşıma, ondan sonra Stas qardaşımıza yəni salamlayıram, buradan təşəkkür bildirirəm. Salam olsun. İnşallah o bütün eventlərdə, belə festivallarda iştirak edəcək maşın inşallah. Yəni məqsəd budur. O da yəni maşınımızı seçmişik, hər şey arasında da bir dənə qalıb buna yüngül toxunuş da eləyib, yəni tam vəziyyətə gətirmək ki, yəni baxın, görünüşlü olsun, belə deyək. Əsas sual, maşının adı nədir? Maşının adını hələ ki, belə deyim, fikirləşməmişdim, amma texno olaraq fikirləşirəm. Yəni texnofiyat olduğuna görə, qısacası elə texno da deyəcəm, yəni belə bir şey fikirləşirəm ki, belə adı olsun hələ ki. Hava xüsusiyyətinin pneumadır falan, yəni bir şeylər. Pneumo düşünürəm olsun, çünki biz şovkar kimi, məqsədimiz şovkar yığmaqdır, yəni sürüş üstün deyil. Yəni hansısa draqa çıxmaqdır, bu şeylər məqsəd bu deyil, məqsəd şovkar yığmaqdır. Yəni eventlərdə, festivallarda xüsusi görünüşlü, gözəllik yəni olsun o maşında. Mən məqsədim budur. Mən bundan ləzzət alıram. Bu mənim bundan necə deyirlər? Mənim auramdır, mənim görünüşümdür. Yəni mən bununla gözəlləşirəm. Həqiqətən də yəni maşına həvəsim çox mənim böyükdür. Düzdür, istifadə bazarından başlamışıq. Onu da elədiyimiz eləmişik. 70 mic fondur, aparaturasıdır, peridokudur, ondan sonra rəngidir, salonudur. Hamısını vaxtında eləmişik elədiyimizi. İndi bu belə deyək də bir yaşam tərzidir mənim üçün, yəni belə deyim. Məsələn, hər insan, məsələn, adam var ki, balıq tutmaqdan ləzzət alır, adam var, məsələn, bitkilərə baxır, ləzzət alır, adam var, futboldan ləzzət alır. Bizim də ləzzətimiz, bizim də yəni maşındır. Vibe aldığımız yer ancaq maşında belə deyərdim. Belə deyim, bu BMW 34-də sevgi haradan gəlir? Kimi gördün bir həvəsləndir? Kim vallahi açığı mən alligatorumu, osturumu alanda, belə deyim də, çox da belə BMW yəni çox anlaşım olmayan, belə anlaşım yox idi də, yəni belə deyim. Yəni ilk dəfə 34 almısan, anlaşın yoxdur, bunun üstə, bunun raskol nədir, nə deyir, yoxsa necə? Onu çox bilmirdim. Məsələn, dostlarımla ağlamışdım ki, mən BMW, köhnə BMW, mən büdcəmə uyğun belə deyim, nə ala bilərəm? 38 maraqlandım, o biraz çox biznes klas maşın olduğuna görə, çox məsələn belə deyim də, raskolu bizim dəlisə böyük idi, xərcləri çox idi, ondan sonra biraz maşın özü də biraz böyük maşın idi. Günləri sürüşə mənim fikrimcə əl verən maşın deyil, prosta yəni onu. Ondan sonra 36 fikirləşdim. Troykada belə deyib, desək, o maşın da mənə çox balaca gəldi. Yəni balaca, kompakt maşındır. Yəni onu mən belə deyim, yəni öz fikrimcə çox bəyənmədim. Ondan sonra 39 çox biraz təzə model idi. Mənim fikrimdə 2020-də mən o düşüncə idim, təzə model idi.
46 da nə bilim çox problemlərim var, olur maşını deyə deyim, mənim fikrimcə yəni belə deyim. Yəni çox maraqlandırmışam bu maşını. Maraqlandığım qədər onun çox belə yəni problemləri çıxırdı o maşının belə deyim. Kaprizləri çox idi maşının. Ona görə o maşında ona bir üstə xətt çəkdim. Ən axırında gəldim 34-də dirəndim. Maşını araşdırandan sonra dünya şöhrətli mən deyirəm Peugeot Zen sürüşlərini, onun necə deyirlər maşın yığdığı maşını, yəni saxladığı maşını M5 sürürdü o. Yəni o necə deyim sürüşlərə baxa-baxa, video roliklərə baxa-baxa, proyektlər, Qazaxıstanda olan proyektlərə, bizim məsəl üçün şəhərdə olan proyektlərə, məsəl üçün Ədalət var burada. İndi hamımız Ədaləti tanıyırıq. NF 520 ilə yəni efirə çıxıb bu adam 2011-2012-ci illərdə. Buradan da onu salamlayırıq. Amma Salim yaxın qardaşımız, yaxın dostumuzdur. Onun sayəsində mən deyirəm çox 34 Azərbaycanda çox 34 teması, yəni o həvəskarları çox onun üstündə yaranıb o maşının üstündə. Yəni çox 34 bilmirdi nə deməkdir. Mən də düzdür alandan sonra onu tanımışam. Yəni onun sayəsində çox şey yəni nail olmuşam. O adam çox mənə köməyi dəyibdi. Günün bu gündə yəni qardaşlıq, dostluq öz yerində eləyir. Köməklidə necə əsirgəmir. Sağ olsun. İndi o da çox maşın dəyişib ondan sonra. İndi hal-hazırda 999 qoyulub nömrənin maşının üstündə, bir də 540 34 sürü zavod, belə deyək. Bir, mən gənc olaraq, yəni mən almağı məsləhət və yaxud digər gənclərə alsalar çox xətt çəkəcəklərmi və nə vəziyyətdə olmalıdır ki, o maşın havasına gönül rahatlığına sürsünlər? Mən belə deyərdim də, məsəl üçün, həvəskar adam var ki, həvəskardır, kimdə də görüb bəyənir, alım sürüm, mən də göstərim özümü, bu maşında o şeyi sevmir. Yəni, belə deyim də, sən həvəskarsan, sən belə maşından xəstəliyinə tutulmalısan ki, sən onun hər kaprizinə, hər ustasına, hər maşın qırılmağına, evakuatora da gedməyinə, məsəl üçün belə deyim, hansısa dönər alıb, bir dənə məsəl su alıb, hansısa usta yanında gözləyib, saat 2-yə, 3-ə kimi gecə vaxtı onu dözmək, özü bir problem, böyük bir problem, bir qlobal bir şey çevirməmək, yəni belə deyim də, o ağıllı düşüncədə olmalısan ki, sən maşını alıb proyekt kimi yığasan. Adam var, məsələn, alır, deyək ki, 2000 pul verir, Ostor alır sürməyə, deyək ki, BMW alır, mən bunu yığacam. Üstünə 1000 manat pul qoyur, başlayır şikayət eləməyə ki, ay nə bilim, mənə çarası o da saldı, belə deyil, elə də şikayətləri çox olur da, sonra satır. Bəli. Sonra başlayıb istəməyə ki, BMW çox qəşəng maşındır, çox gözəl maşın. Sadəcə olaraq o maşın diqqət tələb edir. Bir insan kimi və diqqət tələb edir. Gözəl sahib tələb edir ki, maşının başdan ayağa nə problemi olsa da, yəni bu xəzləri tələb ediləcək. Bəli, əlbəttə köhnə maşındır, sən bundan o vibe, o üstünlüyü, o həzzi, o ləzzəti tutmaq istənsə, əlin üstündə olmalıdır. Yenə deyirəm, bu maşın diqqət tələb edir. Heç bir maşın bu diqqət tələb edən bir şey deyil. Yəni Mercedes olsun, obris modellər olsun, otur sür də, yəni yağın suyunu dəyişdir, nəsə xarab olan olmur. Bu maşın xüsusi diqqət tələb edir. Adi motorun yağına baxmaqdır ki, ona da diqqət tələb edir. Üç gündən bir baxmalısan yağına. Diqqət tələb edir maşın sənin. Diqqətin ver, həzzini çıxart. Heç kim deyəməz ki, mən bu diqqətini vermişəm. Yəni nə istəyib eləmişəm, görünüşün yəni düzəltmişəm, yaratmışam. Amma gəl ki, mən buna ləzzət almamışam. Onu heç kim deyə bilməz. Amma bir söz deyil, bəziləri köhnə maşın almaqla, məsələn 2005-in performansını gözləyir ki, maşına rasxod eləməsin və yaxud mənə problem yaratmasın. Yox, mümkün deyil elə bir şey olsun. Köhnə maşında əlbəttə ki, olacaq. Şükürlər ki, bugünkü gündə bunun hər bir zaptası tapılır. Yəni var. Belə deyim də, bir 40% mağazalardadır, satışı var. Daha ki, mən deyərdim ki, 50-60%. Çünki çox şey tezə gəlir, buferlər gəlir, motorun üst qışqası gəlir, faraları var. Arbusovkası Zaytski, ondan sonra nə deyim sənə, patliyası bir dəqiqə var, şüşələri var, nə bilim, ABFK-ların üzlənməsinə kimi, şitin üzlənməsinə kimi. Hamısı, yəni bir dəqiqə mənim Hüseyin qardaşım var, məsəl üçün o Viper Tuningin müəllifidir, belə deyim, o özü çıxol işinə məşğuldur, ABFK-nın üzlənməyidir, şitin üzlənməyidir, hər bir işinə məşğul olur. Yəni, nəyə tapmaya bilərsən sən bugünkü gündə, deyə bilərsən ki, mən tapmıram, bunu eləmirəm, ABFK-nın deşiyirdir, məsəl üçün, pislinkam zırıqdır, yəni bunlar deyəmərsən də, hər şey bir dəqiqə, yəni həll olan bir şeydir. Amma sən olaraq maşını biraz, demirəm, mən sənə get bahalı 6-7 min ver, bahalı maşını al. 3-4 min al, 5 min al, amma zavod maşını. Ən azından kuzası sağlam olsun. Yəni beskaska olmasın, amma detalları sağlam olsun, maşın udar görməsin, vırıq olmasın. Məsələn, mən aliqator alanda maşın motorunu dəyişdim, karobkasını dəyişdim, balkasını dəyişdim, mostunu dəyişdim, salonu dəyişdi, buferlər dəyişdi, faralar dəyişdi. Yəni maşının bir dənə kuzasından başqa çox şeyini dəyişmişdim. Amma kuza sağlamat kuzaydı deyə, yəni dəyişmişdim. Burada nə var ki? Nə yenə deyirəm, xəstəsi olmasın, məqsəd qoymasın qanağıma. Yəni 3 gün alım, 5 gün alım, rasxoda saldım, mən yolda qaldım, belə, elə oldu. O adamlar xahiş edirəm ki, belə maşına yaxınlaşmasın. Yaxınlaşıb, yığıb sonra məsələn, yarımçıq qoyub pisləməsin. Yığıb sonra deməsin ki, BMW belədir. Yəni pisləməsin ki, aynen belədir, elədir, o heç bir şey yaraşan bir şey deyil. Sabah üçün, yəni mən belə deyim, 5 ildir maşını sürürəm, 3-cü 34-üm mənim. Yolda da qalmışam,
evakuatorda pul verib maşını düşürmüşəm. Tamam, məsələn, maşın Pulsuz sürəsinə vaxtlarım bir da şeylər də olub. olur. Hə, dirəndiyim vaxtlarım da olubdu. Məsəl üçün yolda da qalmışam, yəni ustalarda da sürünmüşəm, gecəsi 3-ə kimi, səhərə kimi də qalmışam. Mən əziyyəti çəkmişəm. Mən yəni bu 34 aləmində çox böyük bir, yəni əziyyətim olub mənim öz maşınlarımın üstündə. Yəni yuxusuz gecələrimə kimi olubdu. Yəni az qaldığım günlərdə olubdu. Yəni bu şey olacaq. Mən şükür Allah ki, bezməmişəm. Mən yəni milyonum da olsa, vallahi deyirəm, yəni bu o yendirəm, o vibe mənə verir deyə, o ləzzəti mənə verir deyə. Milyon da olsa, yəni nə qədər qoysam maşınım, qurbandım maşına. Mən yəni çox maşın sürmüşəm. Dostanışda buranın baramsında. Yəni bahalı maşınlar da var. Sürmüşəm də, gündən də o məndə qalıbdı. Yəni vallahi deyirəm, yəni onda aldığım, yəni bundan aldığım ləzzəti onlardan almamışam. O mənə o həzz ləzzəti mənə vermir. Yəni ki, bu sözlərlər var ki, yəni mənlə yəni xəstələr ola bilər ki, mənlə tam razılaşarlar, mən demək istəyirəm. Kamqa başa düşdüm. Maşının diskini dəyişmişsən, çox gözəl seçimdir. Həqiqətən maşına çox yaraşır. Maşının bu kaska işi bəs, salon işi, texniki işi, tok işi, bunları kimə görə deyəcəksən? Zəhmət olmasa qısa məlumat ver yanlarında. Deyim də, məsəl üçün, mən salon işini, yenə deyirəm, bayaq təkrarladığım kimi Viper Tuningə Hüseyin qardaşıma həvalə edəcəm. Lifer'ımda o salonu o yığmışdı, çox gözəl də yığmışdı, çox xoşuma gəlmişdi. Dostum ona görə demirəm. Yəni bu işlərin mən deyirəm ki, bugünkü gündə ən gözəl ustalarından biridir. Salon işi ona həvalə edəcəm. Yəni abifkalarının müəyyən işlər görüləcək. Salonda, rulunda, ondan sonra nə bilim, skors başlığında. Yəni çox işlərini belə deyim də, bir şalının bir 80%-nin salon işini o görəcək. İnşallah ondakı çəkiş edilib bir yaxınlarda, indi bir belə deyim də 15-20 gün ərzində o yəni tam işi təhvil görüləndən sonra onu çəkiş edib geniş paylaşacaq o haqda. Rəng işindəki mənim bir ustam var. Ustam var inşallah. Adil qardaşımızdır. O da ki Tibris prospektində işləyir. İnşallah çəkiş edəcəm o haqda, yəni rəng olunduğu yerdən, əvvəl necə olub, sonrası necə olubdu, o rəngləyəcək. Texniki işlərində belə deyim ki, motorudur, yəni elektrik işləridir, altında, üstündə, nə bilim, belə deyim də, o sorun çox, belə 99% işlərini görən ustam var. Evin ustadır, buradan onu çox dərin samimi və təşəkkürümü bildirirəm. Mənim 2020-dəndir. O üstünə iş görürəm, çox sağ olsun, var olsun ki, yəni bugünkü gündə maşınımın çox ideal iş görür. Əl sənəti çox gözəldir. Yəni mənim üçün deyə belə deyim də çox razıdır. Yəni mənim üçün də çox deyirəm ki, yəni ən gözəl ustalardan biridir. Çox hörmət eləyibdir. Yəni yaxşı da qardaşdır, insanlıqda, yəni yaxşıdır. Yəni nə qədər tərifləsəm o insanı mən burada, yəni doymaram da, yəni o dərəcədə. Bütün işlərini, texnik işlərini o görəcək. Yəni onun yanında yaxşı proyektlər də yığılır. Özü də Bakı metrosunun yanında işləyir. Orada yəni sexi servisi oradadır. İnşallah maşın orada yığılanda, yəni hər bir iş görəndə onu çəkib geniş paylaşacağam. Son sözümü onu deyə bilərəm ki, yəni maşın həvəskarlarına, maşınlar yaşadın, köhnə maşın olsa, təzə maşın olsa belə yaşadın. Vallahi avtomobil idman, yəni belə deyək də, növü çox gözəl bir şeydir, yəni mən belə deyim də, pis bir şey deyil. Prosta hər şey qaydasında, qayda qanunla, çərçivəsində, ağ eləmə şərti ilə, vallahi gözəl bir şeydir, belə deyim də, yəni gedib pis bir vərdişlərlə deyil, belə şeylərlə məşğul olun. Gözəl maşınlar çıxarın ortalığa, yəni hamı da xoşu gəlir. Bunun da öz pərşi, öz sevənləri var. Sizə çox sağ olun deyirəm, təşəkkür edirəm ki, dəvətinizə görə. Yəni belə deyək, bizim də bir töhfəmiz dəydi bu, yəni bu proyektə. İnşallah uğurlarınızı Life-ə çəkmə niyyətimiz var idi, qismət olmadı. Qismət bu günə imiş. O bizim maşından idi, qismət bu günə imiş. Eybi yox, olsun. O bizim maşında bu gündə incələməsi olar inşallah. İnşallah. Uğurlar diləyirəm. Yəni daha yüksəklərə, daha böyük belə deyim proyektlərlə inşallah ortalıqda olun inşallah. İnşallah. Son olaraq onu deyə bilərik ki, belə deyək, bizim Vinil Garaj və Viper Tuningin təşkilatçı altında belə gözəl bizim məkanı bizə sunduqları üçün minnətdarıq. Çox sağ olsunlar, var olsunlar. İnşallah gələn görüşlərə qədər. Və qeyd edeyim ki, bu Texnonun birinci bölümü idi və bunun ikinci bölümü gələcək və tam hazır olduğu halda. İnşallah. Sağ ol. Çox sağ ol. Sağ ol.